Allah'ın salamı olsun sizlərə, əziz izləyicilərimiz. Bugünkü ot doğrayanımız 7,5 kilovatlıq mühərriklədir. İnşallah yarı pres yoncamızdır. Doğruyum, sizlərə nümayiş elətdirim. Zəhmət olmasa, İqar barmağını bura tutmazsam, qadanam, yaxşı. Əziz izləyicilərimiz, doğranılan vaxtı inşallah gördünüz. Presin atma layları necə də atdığımı gördünüz Allahın köməyi ilə. Demək, əziz izləyicilərimiz, bu hissəni ambara yönəldirik. Püskürmə vasitəsilə otu püskürür qabağa inşallah. Yəni, doğrama zamanı siz heç bir toz görmürsünüz. Küləkliyi də ki, Allahın izni ilə özünüz də gördünüz. Bu isə bizim doğranılmış həzmimiz. Buyurun. Biraz çəkim. Doğranılan həzm. İnşallah aparatımız Zərdab rayonuna gedir. Allahın izni ilə. Orada idarə edici qutusuzadır. Hər şey o yerdə Zərdabdadır. İnşallah orada işə salıb, təhvil verdikdə bir dənə də videomuzu çəkib sizlərə təqdim edəcəm. Baxdığınız üçün Allah sizlərdən razı olsun. Çox sağ olun. Allah bu mübarək ayda oruçlarınızı qəbul eləsin. Səhifəmizi bəyənməyi unutmayın. Abunə olmağı unutmayın. Allah amanında.